Hər vaxtınız xeyir. Bu dəfə belə bir həndəsə məsələmiz var. Və qeyd edim ki, bu məsələni görən kimi çoxsuna çətin gələ bilər, psixoloji olaraq qorxu hissi yarada bilər. Amma bu video izahdan sonra inanıram ki, bu məsələ bizim üçün ən asan məsələ tiplərindən biri oldu. Su kimi həll edəcəyik, daha qorxmayacaq. Deyəcək ki, kaş gəlib bu məsələdən düşsün qabağıma, çoxsa eləyə bilməyəndə mən eləyə bilim və üstün bal toplayım. Və qeyd edim ki, özünü yoxlamaq istəyənlər videonu saxlayıb, məsələni özü həll edib, cavablarını kommentlərdə qeyd edə bilərlər. Amma ondan sonra video izahının ardına da baxın ki, düz və ya səhv həll etdiyinizə tam əmin olasınız. Mən isə keçsəm məsələnin izahına, amma keçməmişdən əvvəl 1 dəqiqə vaxtınızı alacağım. MİQ və ya sertifikasiya çalışan ibtidai sinif müəllimlərimiz üçün bizim tam paket dərslərimiz artıq aktivdir. Tam paket dərsləri nədir? Tam paket dərslərinə qoşulduqda siz bütün mövzuların video izahını əldə etmiş olursunuz, ətraflı şəkildə video izahını əldə etmiş olursunuz və MHM kitabında olan bütün testlərin dənə-dənə hər birini ətraflı şəkildə izahını əldə etmiş olursunuz. MHM kitabı deyəndə sonuncu ilin nəşrini, yəni 2025-ci ilin nəşrini nəzərdə tuturam. O qara üzlü kitabdır. İçində də 4500 dənə test var. Bütün testlərin hər birini ətraflı şəkildə izahı verir və mövzularında. Bundan əlavə 100-dən çox sınaq əldə etmiş olursunuz. Hər sınaqda 20 sual nəzərdə tutun, 2000 suala yaxın sınaqdır. Və o sınaqları da bitirəndən sonra hər bir sualın, hər bir testin izahını əldə etmiş olursunuz ətraflı şəkildə. Daha ətraflı məlumat almaq istəyirsinizsə, daha çox üstünlüklər var. Bunun üçün bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə çəkinmədən WhatsApp-da yaza bilərsiniz. Şərhlərimizlə tanış olarsınız. Şərhlər üçün qanun edici dərslərə qoşularsınız. Qanun etmirsə təbii ki, qoşulmaya da bilərsiniz. Əsas odur ki, çəkinmədən bu əlaqə nömrəsinə yazın. Üzürlü sayın. 1-2 dəqiqə vaxtınızı aldım. Vaxt itirmədən artıq mən keçirəm məsələyə. Məsələ budur ki, 6 bitişik çevrənin ətrafında düzbucağı çəkilmişdir. Şəkildən də görürəm də. 6 dənə çevrə var, bax, 6 dənə bitişik çevrələrdir və bunların ətrafında düzbucağı çəkilir. Deməli, lap yaxşı. Çevrənin daxilinə çəkilmiş xəttlərin ümumi uzunluğu cəmi 3A olarsa. Bax, nədir ki bu şərt siz bundan qorxusunuz? Bax, çevrənin daxilinə çəkilmiş xəttlər. Çevrənin daxilinə çəkilmiş xəttlər deyəndə bunlardan danışırıq. Daxildəki xəttlər, bayırdakindən danışmır ki. Daxildə deyirəm, bax, bir dənə bu xətt var. Bu nədir? Radius. Hamımız bilirsiniz, radius nədir? Çevrənin mərkəzi ilə çevrə üzərində olan hər hansı bir nöqtəni birləşdirən düz xətt parçasına radius deyilir. Bu radiusdur. Bax, bu bir dənə radius. Bu nədir? Bu da radiusdur da. Mərkəzlə buranı birləşdirib. İkinci radius. Bu nədir? Bu da radiusdur. 3. Bu da radiusdur. Mərkəzlə birləşdirib. 4. Bu da 5, 6, 7, 8, 9. Çevrənin daxilinə çəkilmiş xəttlərin ümumi uzunluğu cəmi deyir. Hələ 3A qalsın, 1 qalsın. Mən görürəm ki, burada 9 dənə radius var. Yəni 9 dənə R var. Radius R deyirik də. 9 dənə R toplayanı neçə eləyir? Hələ 9 R də. Yəni 9 vur R. 9 dənə R, 9 vur R deməkdir də. Mən deyirəm ki, bunun daxilinə çəkilmiş xəttlərin cəmi, düz xətt parçasının cəmi 9 R-dir. O da şərtdə deyir ki, yox 3A-dır. Deyirəm, onda ikimiz eyni şeydən danışırıq. Mən də cəmi tapmışam, sən də cəmi tapmışsan, A-la əvəzələmsən. Deməli, onda bu 9 R-lə 3A bir-birinə bərabərdir. Çox rahat. Su kimi. Bunu hamınız başa düşürsünüz və rahat da gəlin tətbiq edə bilərsiniz. Amma son məsələlərin variantlarına baxıram. Görürəm ki, mənə deyir, baxın, düzbucağın sahəsi tapılması dair ifadəni yazın. Hamısı da A-la yazılıb. Deyirəm, 1 dəqiqə. Mənə onda R lazım deyil. Mən R-i A-la əvəzələməliyəm. Çünki burada fikir və cavabı A-la veriblər. Düşünün, burada nə var ki, normal tənlik kimi baxaram. Buradan radiusu tapmağa çalışıram. Bax, vuruq, bu da cavablarda hasil. Vuruğu tapmaq üçün aşağı sinif bilikdə bunu hamınız bilirsiniz. Vuruğu tapmaq üçün edirsiniz, hasili digər vuruğa bölmək lazımdır. Yəni 3A-nı bölmək lazımdır 9-a. İndi kəsr xəttinə yazdım. Bir sürü kəsr xəttdə bölmə deməkdir də. 3A-nı, yəni cavabı R-in yanındakı vuruğa 9-a bölməliyəm R-i tapmaq üçün. Burada da 3 vur A-da. 3 ilə 9 ixtisar gedər 3-ə. Burada 1, burada 3 qalar. Nə oldu? A böl 3. Düzdür? İndi bunu da kəsr xətti. Kəsr xətti bölmə deməkdir. Hələ belə yazacağım. A böl 3. Nəç belə yazdım, bəs lazım, hələ belə yazardım da. Çünki cavabda görürəm ki, 2 nöqtə ilə yazıblar bölmələri. Mən də indidən belə yazıram ki, axırı cavab tapanda rahat variantlardan təyin edə bilim. Yazması öndə olardı, amma daha rahat təyin etmək üçün bu cür yazmağım məsləhətdir. Bura kimi çətin bir şey var. Yoxdur, biz bunu su kimi bir deyə 9 R bərabər 3 aya. Buradan R-i tapmağa da başa düşdük, su kimi şeydir. Bunu da bölmə ilə əvəz elədik, əla arasını başa düşdük. Bizə çətin gəlir ki, bu düzbucağın sahəsini biz necə tapacağıq? Su kimi. Su kimi. Necə? İndi qayda deyəcəm bilməyənlər üçün çox dərinliyə girməyəcəm. Sadəcə sırf qısa bir qayda deyəcəm, onu su kimi başa düşəcəksiniz. Sizə düzbucağı verib, düzdür? Bunun sahəsini tapmaq üçün eni, bunu su kimi üstə alırız, eni, uzunluğa vurmaq lazımdır. Bunun eni neçədir bilmirik axı. Deyirəm, bax, bunu yadda saxla. Çevrə çəkiləndə də içinə. Düzbucaqlının eni və ya uzunluğu fərqi yoxdur. Hansı bir tərəfi tapmaq istəsənsə, bax, yenə həmin o tərəf var, bax, bu tərəf. İndi mən enini axtarıram, bu eni.
Neçə dənə çevrəyə toxunur? 1, 2. Baba gələ-gələ birisinə toxundum çevrənin, bu da ikincisidir də. 2 dənə çevrəyə toxunur. Bu təkcə bu xəttdən söhbət gedir. İkisinə toxunursa, və salam çox sadə. Neçəsinə toxunursa, deməli bunun uzunluğu o qədər diametrə bərabərdir. Yəni 2 dənə çevrəyə toxunmur, deməli bunun uzunluğu 2 dənə diametrə bərabərdir. Diametr də bilirsiniz də, bunu hamısı üçün bilməlisiniz. Diametr 2r deməkdir. Diametr 2 dənə radius deməkdir. Diametr 2r-ə bərabərdir. Deməli neçə dənə çevrəyə toxunur? 2 dənə diametrə, 2 dənə çevrəyə. Deməli bu 2 dənə diametrə bərabərdir. Hər diametr 2r deməkdir axı. Yəni 2 dənə 2r. 2 dənə 2r də olur 4r. Başa düşdünüz nə deyir, hə? Bax 2 çevrəyə toxunursa, deməli bu 2 diametrə bərabərdir. 1 çevrəyə toxunursa 1 diametrə, 10 çevrəyə toxunursa 10 diametrə bərabərdir. Bu qədər sadə. 7 çevrəyə toxunursa 7 diametrə bərabərdir. Məsəl üçün bu neçəsinə toxunur? Bax bu 3-ünə 1, 2, 3. Bax gedə-gedə birisinə toxundu, ikincisine, üçüncüsünə. 3 dənəsi toxunsa 3 diametrə bərabərdir. Hə, hər diametrdə 2r olduğu üçün 3 ilə 2r yəni. 3 diametr 3 ilə 2r. 3 ilə 2r də olur 6r. Və salam. Eni oldu 4r, 2 dənə çevrə, yəni 2 dənə diametr. 2 dənə diametr 2 ilə 2r deməkdir 4r. 3 dənə diametr, yəni 3 ilə 2r 6r. Bu qədər sadə. Bunun üçün qavalı çıxanda çox rahatdır. Hə, sahə tapmaq namusu kimi sizdə eni uzunluğa vurmaq lazımdır. Yəni 4r mötərizə yazın bunu elə belə. Ehtiyac yoxdur, sadəcə rahat görəsiniz. Vurmalıyam 6r-ə. Sahəni belə tapacağam da en vurulsun uzunluq. Deyirsən sahə budur, deyirəm bu deyə, amma cavabda A-dan veriblər axı. Deyirsən A neyinizik? Sən bəs bunu boş-boşuna tapdıq. Tapmışdıq axı. R nəyə bərabərdir? A bölü-3-ə. R bərabərdir A bölü-3. Geçsən burada R-lərin yerinə A bölü-3 qoyacaqsan, sualın cavabı hazırdır. Bax 4R deyil, bax 4 vurulsun R deyil. R-in yerinə götürdüm A bölü-3-ü qoydum. 4 vur A bölü-3. Vurulsun 6R deyil, 6 vurulsun R-in yerinə götürdüm A bölü-3-ü qoydum. A bölü-3. Gel variantlarda baxıram, bax budur. 6 vur A bölüsü görürsünüz. 6 vur A bölüsü. Məndə də 6 vur A bölüsü. Bizdə 4 vur A bölüsüdür. Onlarda A bölüs vur 4. Fərqi yoxdur ki. Bax A bölüs vur 4. 4 vur A bölüs. Yəni vurulan yeri dəyişəndə hasil dəyişmir də. Biz bu cür yazmışıq. 4 vur A bölüs. O A bölüs vur 4 yazır. Fərqi yoxdur. Deməli düzgün cavabımız nə olacaq? C bəndi. Və salam. Deməli bu tip məsələlər qabağımıza çıxanda radiusların sayını burada 3A, 5A nə verirsə ona bərabərləşdiririk. Oradan eri tapırıq, A-nı əvəz edirik. Sonra n-lə uzunluğu tapmaq bizim üçün heç nədir. Necə baxacağıq? Neçə çevrəyə toxunursa, deməli həmin tərəfin uzunluğu o qədər diametrdir. Məsəl üçün 5 çevrəyə toxunursa 5 diametrdir. Diametr də 2r deməkdir. 5-i 2 yerə vurub məsəl üçün deyirik 10r falan yerə falan şey. Sonra sahə tapdayanda bir-birinə vururuq. Perimetr tapdısa bunları toplayıb 2-yə vururuq. Bunu da fikir bilirsiniz. Bu mövzunun izahını biz onsuz da öz dərslərimizdə, həmin imtahan paket dərslərində vermişik və buna aid çoxlu sayda suallar, məsələlər də həll eləmişik. Və salam. Bu videoluq bu qədər. Ümid edirəm sizi çox da yormadım. Sizin üçün lazımlı bir məlumat oldu. İmtahanda qabağınız çıxsa rahat bir şəkildə həll eləyə bilərsiniz. Diqqətinizə görə çox sağ olun. Sağ olun.